Bəlkə də heç vaxt dilə gətirmirik. Amma hər birimiz içimizdə eyni şeyi yaşayırıq. Həyat heç vaxt ədalətli olmadı. Heç vaxt olmayacaq. Uşaqlıqda bizə deyirdilər ki, yaxşı olsan, yaxşılıq qazanacaqsan. Hər kəs səni anlayacaq, hər kəs səni sevəcək. Amma böyüdükcə görürsən ki, bəzən ən yaxşı insanlara ən pis şeylər olur. Ən sadiq olduqlarımız bizi yarı yolda qoyur. Ən çox güvəndiklərimiz isə ən çox zərbə vurur. Və sən susursan. Çünki düşünürsən ki, hamı yaşayır bunu. Bu həyatın acı həqiqətidir və heç kim demir. Etiraf edək, biz çox vaxt gözləyirik. Düşünürük ki, kimə yaxşılıq etmişiksə, kimə dəyər vermişiksə, o da bizə eyni qarşılığı verəcək. Amma gerçək belə işləmir. İnsanlar sənə heç nə borclu deyil. Dəstəkləmədilər, təbrik etmədilər, yanında olmadılar. Bu sənin dəyərsiz olduğun anlamına gəlmir. Bu sadəcə həyatın real üzüdür. Hər kəs öz dərdi ilə məşğuldur. Heç kim sənin uğurların üçün yaşamır. Çoxumuz bir gün başlayaram deyirik. Bir gün dəyişərəm, bir gün qurarım, bir gün gedərəm. Amma o bir gün çox vaxt heç vaxt gəlmir. Zamanı itirə-itirə həyatın ən qiymətli hissəsi, enerjini içində saxlayırsan. Çevrilib geriyə baxanda isə ancaq bir cümlə qalır. Kaş daha tez başlayaydım. Həyatın acı həqiqəti budur. Gecikmək, səhv etməkdən daha pisdir. Səhvi düzəldə bilərsən, amma keçmişi geri qaytara bilməzsən. Çox vaxt şikayət edirik. Şansım olmadı. Kimsə kömək etmədi, imkan vermədilər. Amma dərinlikdə bilirik ki, ən böyük maneə özümüzük. Tənbəllik, qorxu, əmin olmamaq, tənqid olunmaqdan çəkinmək. Bir həqiqət var. Həyatda irəli gedənlər ən güclü olanlar deyil. Hər gün bir addım atanlardır. Bu qədər sadə, amma heç kim demir. Sən gülümsəyirsən, amma içində fırtına var. Sən danışırsan, amma heç kim həqiqətən dinləmir. Sən izah edirsən, amma heç kim tam anlamır. Bu acıdır, amma gerçəkdir. Çünki hər kəsin öz yükü, öz ağrısı, öz savaşı var. Sənin isə bunu anlamağın bir şeyi dəyişdirir. Artıq başa düşürsən ki, gücü kimsədən yox, özündən gözləməlisən. Filmlərdə olur, həyatda yox. Həyatın ən ağır həqiqəti budur. Sənin həyatını yalnız sən dəyişə bilərsən. Yalnız sən özünü xilas edə bilərsən. Və bunu anlayan insan bir anda güclənir. Çünki gözləntilər yox olur, hərəkət başlayır. Hərəkət olanda isə nəticə gəlir. Bütün o gecələr, o düşüncələr, o xəyal qırıqlıqları əslində sənə bir şey öyrədirdi. Artıq əvvəlki sən deyilsən, daha təcrübəlisən, daha seçicisən, daha güclüsən. Həyat səni sınadı, amma sındıra bilmədi. Bu da acı, amma gözəl bir həqiqətdir. Həyat bəzən çox ədalətsiz görünür. Sən çalışırsan, başqası alır. Sən verirsən, başqası qazanır. Sən sadiq olursan, başqası qiymətsiz davranır. Amma uzun oyunda həmişə qazanan kim olur? Dayanmayanlar, irəli gedənlər, uduzsa belə davam edənlər. Bu həyatın ən acı, amma ən gözəl dərsidir. Həyat çətindir. İnsanlar həmişə ədalətli olmur. Şans hər zaman sənlik olmur. Amma həyatını dəyişmək üçün bir addım bəs edir. Və o addımı səndən başqa heç kim atmayacaq. Bu videonun məqsədi də budur. Sənə hər kəsin yaşadığı, amma heç kimin demədiyi həqiqətləri xatırlatmaq. Ki sən oyana biləsən və gecikmədən başlaya biləsən.